Hər kəsə Sumqayıtdan, Sumqayıt bulvarının qarşısından salamlar. Hal-hazırda görürsünüz Sumqayıt bulvarı. Bugün Sumqayıtdayam. İlk gəlişimdir bura. O bir video var, deyir, prezidentin qarşısında icra hakimidir deyəsən, məruzə edir. Deyir ki, Sumqayıtda olmamısansa, deməli Azərbaycanda olmamısan. Osmo Pocket kamerasını aldım. İlk çəkilişi Sumqayıtdan edirəm bu kamerayla. Salamlayıram hamınızı. İzləməyi, kanala abunə olmağı unutmayın. Yorumlarda görüşərik. Sumqayıt vlogu başlayır. Bulvarın ətrafında belə təzə binalar var. İndi ağacların arasında görsənmir. Birazdan sizə bulvardan ətraflı göstərəcəm, daha detallı göstərəcəm. Mən Novxanı tərəfdən gəldim. Bakının şimalında qaldığım üçün, Nardaranda daha doğrusu. Oradan gəlmək daha rahatdır. Bu manatlıq taksilər ya da balaca avtobuslar falan gəlir də o yolu. 5 manata qədər, qiymətə qədər gələ bilirsiniz. 5-6 manata qədər də yəni. Mən Novxanıya gəldim, Novxandan da Sumqayıta bura. Yəni gəlmək asandır. Sumqayıt onsuz da Bakıya yaxındır. Sürət qatarı ilə də gəlmək olur. Çox tez bir zamanda Sumqayıta çatacam. 1 saat ama, 1 saat yarım ama səhv eləmirəmsə çatmaq olur Sumqayıta. Sumqayıtın girişidir, belə qala kimi girişi var. Siz belə Sumqayıtın parkını, bulvarını izləyəndə mən də Sumqayıt haqqında bir neçə məlumat vermək istəyirəm. Sumqayıt 1930-cu ildə Sovet hökuməti dövründə, daha doğrusu qurulan bir sənaye şəhərciyi olub. Bakının sənaye yükünü azaltmaq üçün bura qurulub ilk öncə. Sonradan 1946 ya da 48-ci ildə səhv eləmirəmsə, bura şəhər statusu verilib. İndi çox qəşəng yerdir. Yəni mən Sumqayıtı daha doğrusu girişini belə təsəvvür eləmirdim. Çox təmiz, səliqəli. Yəni ilk dəfədir gəlirəm ona görə. Tam dənizin kənarında, bulvarı çox gözəl. Yəni mən də ilk dəfə görürəm buraları. İlk dəfə izləyənlər üçün maraqlı ola bilər. Parkı da qəşəngdir. Parkın içində belə restoranlar falan da var. Kafelər də var. O atraksiyonlar olan yerə yaxınıq, səslər gəlir. Birazdan oranı da göstərəcəm sizə. Səsim necə düşür bilmirəm hal-hazırda. Mikrofonda taxmışam sinəmə. Osmo Pocket kamerasını da ilk dəfə yoxlayıram. Atraksiyonlar olan yeri də görürsünüz. Ora gedəcəyik birazdan. Hava da bəxtimə avqust ayıdır, küləklidir. Sərindir. Onsuz da axşam saatlarında gəlmişim. Saat 5'dir. Dedim isti olacaq, ona görə axşam üstü gəldim. Dənizin kənarında belə binalar da tikilib, yaşayış yerləri salınıb. Yaxşı ki bu mikrofonla ama yoxsa külək səs problemi yaşayacaqdım. Deməli bu atraksiyonlar niyə məşhurdur Sumqayıtda? İnternetdə çox məlumat gördüm bu atraksiyonlarla bağlı. Əsasən də bu gəmi ilə bağlı. Deməli bu gəmi ən hündürə qalxan gəmidir. İndi uşaqlar minirlər, birazdan çəkib mən də sizə göstərəcəm. Mən onsuz da biraz narahat oluram belə şeylərdə. Gəmiyə minmişəm amma ki minmək istəmərəm də indi. Yəni, hətta daha yuxarıya qalxırsa çox problem olacaq mənim üçün. Qiymətləri də ucuzdur. Bakıdan bura çox insan gəlir. Bu atraksiyonlara minməyə, istifadə eləməyə, əylənməyə. Qiymətdə soruşa bilsəm, soruşaram biraz.
Göyərçin heykəlini də yəqin ki qabaqdadır da, mən keçməmişim. Damlalar süzülür gözümdən sarı, yağış altında sevirəm kəlməsini, eşitmək istəyirəm özümdən səni. Bunların yağış necə ləzzət eləyir, heç nə almasam necə ləzzət eləyir. Qaşım qarə, gözüm qarə sevgilim, o gözlərin tək gecə ləzzət eləyir. Ay maşallah. Deməli belə atraksiyonu da gördük. Biraz oranı da çəkdim ki məlumatınız olsun. Həm görəsiniz də gəmi hara qədər qalxır. Biz bulvarı gəzək. Bulvarı gəzərkən də sizə Sumqayıt haqqında bir neçə məlumat vermək istəyirəm. Deməli, əsas məlumatlardan biri Sumqayıt adı hardan gəlir? Sumqayıt adı Sumqayıt çayının adından götürülüb. Adı elə Sumqayıt qoyulub. Şəhər olmamışdan əvvəl burada elə kəndlər olub. Məsələn, Sumqayıtın məşhur kəndi Zorat da Bakının kəndi olub əvvəllər. 30-cu illərin əvvəllərində bayaq da dediyim kimi sənaye yükünü azaltmaq üçün, Bakının sənaye yükünü azaltmaq üçün burada sənaye mərkəzi qurulur. Bir də Gənclər şəhəri adlanıb burası Sovet dövründən etibarən. İndi də bəzi yerlərdə Gənclər şəhəri deyə adlanır Sumqayıt. Bunun səbəbi burada gənc memarlar, mühəndislərin işləməsidir. SSR dövlətinin bir çox ölkələrində, yəni bilirsiniz 15 dənə ölkə olub SSR-in tərkibində. Bir çox ölkələrdən, demək olar ki, hamısından bura gənc mühəndislər, gənc memarlar gətirilib, yerləşdirilib zavodlara, fabriklərə. Ona görə də Sumqayıt Gənclər şəhərciyi adlandırılıb o illərdə. Hansı zavod və fabriklər olub? İndi bilmirəm günümüzdə açığı mən hansı zavodlar falan var. Yəni daha çox yaşayış yeridir bura, yəni. Burada çox yaşayış var hal-hazırda. Gördüyünüz kimi təzə binalar falan tikilib, qəşəng də binalar tikilib hamısı burada. Kimya sənayesi olub burada. Organik sintez, superfosfat zavodları olub. Yəni bilənlər varsa. Sonra metallurgiya sayəsində, metal sahəsində zavod olub burada. Boru haddat zavodu. Bir də alüminium və avtomobil ehtiyat hissələri zavodları olub burada. Yəni şəhərin belə təmiz, səliqəli, gözəl olması səbəblərindən biri odur ki, SSR-nin yəni ən yüksək səviyyəli, ən müasir şəhər salma planına uyğun bu şəhər tikilib. Yeni bir şəhərdir. Yəni çünki dediyim kimi 1945
50-ci illər arasında tikilən şəhərdir. Düzdür, o vaxtı Sovet hökuməti 2-ci Dünya müharibəsindən yeni çıxmışdı. Ona rəğmən yenə də Sumqayıtı qəşəng səliqəli salıblar yəni. Küçələri falan dar deyil, enlidir, piyada keçidləri enlidir. Yəni ayrıca ən əsas məsələ müasir müstəqillik dövründə 2012-2013-cü ildə daha səliqəli formada yenidən qurma işləri aparılıb. Bu bulvar məsələsinin 2012-2013-cü ildə qurulub. Birazdan gedəcəyimiz Göyərçin heykəli Sumqayıtın simvoludur. 2012-ci, 2013-cü illərdə restavrasiya olunub. Yəni və son dövrlərdə də burada gördüyünüz kimi binalarda hələ də işlər gedir, hələ də tikilir binalar. Bulvar tamamilə ətrafı demək olar ki, binalar tikilib, yəni artıq boş yer qalmayıb. Tam da dənizin sahilində. Maraqlısı odur ki, bura çox genişdir. Yəni aşağıda da hətta piyada səkisi var. Bilməm, piyada səkisidir yəqin. İnsanlar da məsələn ora düşürlər, dənizin kənarına qədər gedirlər yəni. Bilməm, yəqin Xəzərin suyu mu geri çəkilib o dövrdən etibarən. Çünki bir şəkil görmüşdüm. Su tam bura qədər gəlib vururdu yəni dənizin suyu. Bilməm, bəlkə indi düzəldiblər suyun intellektdən falan. Nə idisə. Amma mən belə gördüm, dənizin suyu ta bura qədər var idi yəni. Sumqayıtda olanlar bilər də, yəqin ki, yazarlar. Su bura qədər gəlirdimi, gəlmirdimi? Burada maraqlı coffee shoplar var, dondurmacılar var. Son zamanlar ölkəmizdə məşhur Maraş dondurmacıları. Burada da var. Ta o başda da var idi, o atraksiyonlar olan yer. Burada da indi görürəm. Popcorn, sərin içkilər satılan butiklər var, yəni belə coffee shop tərzi. Bulvarı maraqlıdır. Səliqəlidir, həm sakitdir, rahatdır. Balaca bir şəhər olduğu üçün, çox insanın gəlib getmədiyi üçün maraqlı yerdir. Həm də havası çox təmizdir. Yəni Bakıda biraz, belə deyim də, Bakının dedim, şimal tərəfinin havası Mərdəkan, Buzovna, Bilgəh, Nardaran kimi yerlərin, kəndlərin havası çox təmizdir, qəşəngdir, Sumqayıtda elədir. Amma cənub tərəfi məsələn, Park bulvarda gəzirsən, hava o deyil də, yəni insanı rahatlaşdırmır, belə gözəl, təmiz oksigen aldığını düşünmürsən də, yəni həqiqətən. Amma Sumqayıtda çox ləzzətlidir. Yəni burada səhər yürüyüşü, yəni axşam yürüyüşü eləmək çox qəşəng olar. Gəlib burada oturasan. Daha çox mən deyərdim ki, bura təqaüdçülərin şəhəridir, pensionerlərin şəhəri. Təqaüdə çıxdın, burada bir ev alırsan, gəlirsən, yaşayırsan Sumqayıtda. Sakitçilik istəyirsən. Sumqayıtın bir də Sovet dövründən qalan 14 mərtəbəli binası var. Onu da çəkə bilsəm, birazdan şəhər mərkəzinə gedəndə çəkəcəm. Göstərəcəm onda. Bu çox maraqlı oldu mənə bu hissəsi sahilin. Bilməm, görmürsünüz, orada insanlar var, 2 nəfər. Ki, niyə belə boşdur? Görün, bu aşağıdan yeriyə biləcəmsə. Bu aşağıdan yeriyim elə. Çox maraqlı deyə belə. Yəni, Bakıda da var, bulvarda belə hissələr ki, düşürsən. Yəni belə, amma bu hissiyatı vermir də. Orada torpaq var məsəl üçün. O tərəfdə isə belə burada piyada keçidi falan. Deyəsən çıxa bilməyəcəm, qalacam burada mən. Çünki qabaqda körpü var. Bilməm, altından keçmək olur ya yox. Yəqin ki, yəni bu körpü də belə bu halda salındığına görə yəqin ki, burada dəniz geri çəkilib. Yəni illərdir dənizin suyu geri çəkir. Bilməm, indi yaxşı bir şeydir. Yaxşı bir şey deyil əslində. Bəlkə də qlobal istiləşməklə bağlıdır, nədir?
Buradan çıxa bilirəm, pilləkənlər var, gördüm. Burada da atraksiyonlar var. Uşaqlar üçün. Bulvarın çox hissəsində varmış, yəqin ki. Maraqlı yerdə bir restoran var. Gəldik. Göyərçin heykəlini indi görürəm. Şəhərin yuxarısındaymış, yəni bulvarın yuxarısındaymış. Aşağıda yox. Mən elə bilirdim bulvarın sonundadır mən. Elə maraqlı oldu belə bulvardan belə aşağıdan görmək, onu yuxarıda təpədə görmək. Gedək Göyərçin heykəlinə də baxaq. Maraqlı belə işıqlandırmalar var. Burada da çox oyunlar var uşaqlar üçün falan, uşaqlarla falan parka gələnlər. Bilmirəm qiymətlər necədir. Yəni bilinsin ki, sadəcə göstərmək istəyirəm ki, var. Burada da bu meydanın ortasında tam belə bir heykəl var. Sevgililər heykəli yəqin ki, adı belə olur. Bilmirəm, bilənlər varsa yazsın adım. Maraqlıdır. Küləklə saçımı dağıdım. Gedək. Göyərçin heykəlinə. Çox təmiz, genişdir, maşallah. Həqiqətən. Binalar da təzədir. Aşağıda maşında həyəcanlıdır belə. Bir neynəsin. Bu maraqlı belə meşəliyi var. Yəqin ki, parkdır. Birazdan orada gedərik. Bələdiyyə parkı deyirdilər. Oralar yəqin. Birazdan soruşaram. Görüm orası, orada gedərəm. Əvvəla Göyərçin heykəlini çəkib çatım. Buraydı səhv eləmirəmsə deyəsən. Maşınlar da girir, uşaqlar da orada. Xanım bağlı. Sumqayıtlılar, Sumqayıt üçün, Darıxanlar üçün belə çəkirəm videonu. Bəlkə də xaricdə yaşayan həm yerlərimiz var. Bu restoranın da reklamını görmüşdüm. Reklam eləmirəm. Maraqlı terası var idi bunun. Bu teras elə oradır deyəsən. Birbaşa bulvara baxır deyə. Bəlkə birazdan gəldim orada yemək yeməyə. Çox yaxşı vaxtda gəlmişəm. İnsanların elə şəhərə çıxan vaxtıdır. Buradan əvvəla belə dəniz mənzərəsini də göstəreyim. Göyərçin heykəlinə doğru gedirik. Deməli gəldik, çatdıq.
Göyərçin heykəlinə məşhur. Bu heykəl, bura hal-hazırda Nəsimi parkıdır. 1978-ci ildə Nəsimi parkının girişində ucaldılıb. Abidənin müəllifi rəssam Səhrab Qurbanovdur. Memarı isə Vaqif Nəzirov. Simvolik mənası isə bu idi ki, əlbəttə göyərçin bütün dünyada sülh simvolu kimi tanınır. Biraz daha uzaqdan göstərəcəm indi sizə. Qanadlarının açılması ağac budaqları və ya dəniz dalğalarını xatırladan stilizə olunmuş qanadlar Sumqayıtın sürətli inkişafını, gəncliyini və Xəzər dənizi ilə həmahəngiliyini təcəssüm etdirir. Qarşısında da belə I love Sumqayıt yazılıb. Dəniz mənzərəli Göyərçin heykəli. Görüntülərdə mən baxmışdım. Belə çox bir şeyə oxşamırdı, açıq deyim yəni. Amma canlıda həqiqətən hər məna, hər şey də elədi, hər yer elədi. Canlı gedib görmək bambaşqadır. Daha maraqlıdır yəni. Hətta onun hekayəsini bildiyin üçün, onun hekayəsini araşdırdığın üçün insana daha ləzzət edir. Daha xoş olur ki, gəlirsən orada olursan. Elə göstərim sizə. Bu da Sumqayıt Göyərçin heykəli. Nəysə, gedək görək parkda nə var burada. Burada çox insan var. Bulvarın içində heç kim yoxdur. Ya da indi mi gəlirlər hamısı? Bu da şəhərə gedən yoldur. Şəhərin yoludur. Göyərçin heykəlinin yanında. Gedək görək bu parkın içində nə var, nə yox. Oranı da çəkim. Bu dondurma nədir? Dədə baba dondurması. Salam əleykum var. Dondurmadan verə bilərsən bir dənə zəhmət olmazsa. Süt şeylə qarışıq. Qarışıq olsun. Belə bir dənə dondurma aldım özümə. 1 manata. Gedək görək parkın içində nə var. Marojna yeyə. Səssizlik hakim oldu burada. Dondurma da pis deyil ha. Həqiqətən dadlıdır bu arada. 1 manata dəyər yəni. 1 manata heç mağazada dondurma yoxdur. Demək olar ki. Var yəni bu keyfiyyətdə məncə yoxdur da yəni. Burada belə çayxana var. Çayxana deyəndə kafe dedi. Çay verirsə çay içərdim. Əvvəlcə bu parkı görüm.
Neyse Osmo Pocket 4 almışam. İlk çəkilişimdə bu. Yəni bu yeni başlayıram. Suyun içi biraz kirlidir. Kaş belə olmayaydı da bu. Hə, kameradan danışırdım. Orada da belə maraqlı atraksiyon. Çox oyun yerləri var. Sumqayıt nəsə, mən internetdə də elə görürdüm. Paylaşırlar. Bu oyunları, bu atraksiyonlarla bağlı çox inkişaf edib də, yəni çox gətiriblər bura. Yəni tamamilə bura çox əylənmək olar. Uşaqlar üçün yəni möhtəşəm yerdir. Uşaqlarınızı yəni götürün gəlin bura. Vallahi. Yani parkadan müşterimize hediye verdi. Buyurun kesin yokluyor. Kurtulmuş olalım böylelikle. Sana yazık. Qaşa ağaclar da əkilib, sıx meşəlikdir elə bir. Yəni həqiqətən sıx ağaclar əkilib. Yolun qırağında, kənarında, parkın kənarında bir dənə ağac yox. Bax gördünüz də özünüz də. Nə qədər ağaclar əkilib burada. Hə, kameradan danışdım. Kameradan narahat idim. Osmo Pocket 4 Creator Combo almışam. Mikrofonu, tripod tutacağı, nə bilim, lens falan, hər şey çıxırdı içinə. 2 dənə də çanta çıxır. Nəydən narahat idim? Qızırdı birinci növbədə açanda. Bu qızmanın problemini necə həll elədim? İlk öncə ondan danışım. Qızma problemini girirsiniz, DJI Mimo proqramı var. Mimo proqramını mütləq yükləməlisiniz də onsuz da. Çünki bunun sisteminə obnovleniya verməlisiniz. Yəni güncəlləmə verməlisiniz. Yeniləmə. O yeniləməni eləmək üçün də Mimo proqramını yükləməlisiniz. O güncəlləməni eləyəndən sonra qızma problemi azaldı. Düzdür, yenə isinmə problemi var. Çünki mən 4K 60 FPS-də çəkirəm videonu. Yəni yüksək keyfiyyətdə olması üçün. Ona görə yenə isinir, amma bir o qədər isinmir də. O ilk başda açdığım kimi isinir. İkinci növbədə ən böyük problem şarjının bitməyi idi. Batarya ömrünün az olmağı. Necə mənada? Batarya ömrü az deyil əslində. Mənə elə gəlir. Yəni tez bitirdi də. Açdım. Gördüm ki, bunun yəni biraz qurtaladım, elədim ayarlara falan. Girdim. Gördüm ki, zaryadkası tez qutarır. Sən demə onun səbəbi elə mənim bu ayarlarda falan oynamağımdır. O heç ilk səbəbi. İkinci səbəb də odur ki, ən əsas səbəb. Bu Pocket 4-ün problemi odur ki, tripod atdığı var, taxırsınız. Bu USB yerinə girir. USB yerinə. Göstərə bilsəm göstərərəm. Şəklini qoyaram idi. USB yerinə girir. Bu USB yerində də taxanda orada nəsə sistematik nəsə baş verir. Başlayır bu Pocket 4-ün zaryadkası tez qutarmaq. Onu çıxartdım, atdım sumkaya. Ondan sonra zaryadka tez qutarmış. Burada nəsə yol çox dar oldu. Hardan keçim bilmirəm, girəcəm bura. Bu video deyəsən uzun olacaq. Həm söhbət edirəm, həm də çox yeri çəkdim mən üçün. Sonra buradan hardan keçəcəm mən? Burada da o gəmidən var. Düzdür, bu biraz balacadır. Amma o böyük idi yəni. Tir yeri var burada. Ya maşallah olsun, həqiqətən Sumqayıtda çox belə atraksiyon oyun yerləri var. Həm də burada oturmağa da yer var onların yanında. Qiymətlər də inanmıram baha olsun yəni. Yəni baha ola bilər, biz necə orta babatda, yəni belə deyim. Yəni normaldır o da. İndi onsuz da hər yerdə turizm sektoru özünü dirildə bilmir. Pandemiyadan sonra qiymətlər hər yerdə bahadır.
Bilmirəm necə olacaq yəni. Düzdür, rəqabət var, güclü rəqabət var. Amma qiymət rəqabəti yoxdur. Nəsə mənə çatmır. Özüm də turizm işçisiyəm, həm də turizm məzunuyam. Qiymət rəqabəti deyilən şey yoxdur, qardaş. Ay, bu kebabı 15 manata satır, məsəl üçün deyirəm. Mən satım 14-də, mənə çox müştərim olsun, o söhbət yoxdur. Daha təzə açılan yer 16 manata satır, ki. Nə bilim, necə olacaq bilmirəm. Burada da piyada keçidi falan yoxdur. Qəşəng yol deyil, belə dənizə tərəf gedirəm. Keçdim. Belə gedirəm, yəqin ki, çox da bir şey yoxdur deyəsən bundan sonra. Maraqlı ola biləcəyini düşündüyüm. Qaydacam indi o kafeyə, bayaq sizə dediyim. Qaydacam indi həmin kafeyə, bir çay içim. Görüm orada atmosfer necədir. Sonra girərik də şəhərin dərinliklərinə doğru. Əsas məsələ. Mikrofon da budur. Deməli, bayaqlarda sizə mikrofonu bir dənə bura yerləşdireyim. Bunu deyirdim, Osmo Pocket-ə taxanda kamera qızır. Və bu hissəni görürsünüz, USB hissəsi. Onun altına taxırsan, qızdırır kameranı və şarjını çox yeyir. Bu arada, bilmirəm nədəndir, yəqin ki, yeni bir güncəlləmə ilə ya da bunun haqqında məlumat olan varsa düzəltmək olacaq. Məncə düzəltmək olar, çünki Osmo Pocket onsuz da bir neçə ayda çıxıb. Bunu çıxartdım ki, masanın üstünə qoyacağam. Həm də sizə burada bir yer var, onun haqqında məlumat vermək istəyirəm. Gəlib oturmuşam. Belə bir dənə şirin yer tapmışam burada. Qəşəng bir kafedir. İnansız, həmin elə parkın ortasında da bayaq dediyim kimi. Həm də samovar çayı verir burada. Mən burada görürsünüz ya, samovarlar dəmlənir. Gördüyünüz kimi orada samovarlar dəmlənir. Çayın da qiyməti 5 manatdır, çayniklə verilir. 5 manat qiyməti var. Bu Osmo Pocket-in ən bomba yanı odur ki, mən çox rahat formada çəkiliş edə bilirəm. Yəni heç bir oynama, titrəmə olmur. Bu hal-hazırda özümə sabitləmişəm. Başımı hara çevirsəm, kamera özü çevirir. Əllərim sərbəstdir. Heç bir kamera tutmuram. Yanımda heç kim yoxdur. Kameranı qoymuşam masanın üstünə. Rahat formada öz çəkilişimi edirəm. Mikrofonu da çıxır üstündən. Detqəti də var. Küləkdən, səsdən, küydən qoruyur. Sadəcə mənim səsim yazılır. Qıraq səslər heç sizə gəlib çatmır. Burada maşınlar keçir hal-hazırda, yəni. Heç bir şeydə, yəni heç bir şeyin səsi sizə gəlib çatmır. Kiçikdir, düzdür. Mik 2-dən fərqi olur, biraz var. Kiçikdir, sizə çox kiçik gələ bilər. Ay itirərəm, ay düşürərəm, ay bir şey olar. Xeyr. Keyfiyyəti də çox güclüdür, yəni. İstifadə olunan material keyfiyyəti. Həm də maqniti var. Maqniti də o qədər sərtdir ki, heç vaxt sizin üstünüzdən tərpənməz də, yəni. Əlimi, üzümü yudum, biraz köynəyim də yaş oldu. Dondurmanı yeyəndən sonra əlim şirin olmuşdu. Sumqayıt həqiqətən çox maraqlıdır, ləzzət elədi mənə. Ümumiyyətlə, harasa gedirsənsə, qıraq bir, yaşadığın yerdən kənar bir yerə mən həmişə məsləhət görmüşəm də. Həmişə də elədiyim şeylərdir, yəni gəzirəm, edirəm. Kanalımda da başqa videolar da var, görəcəksiniz. Məsləhət görürəm ki, yaşadığınız yerdən fərqli bir yerə gedin. Ora yaxşı olur, olmasın. Çalışın, araşdırın əlbəttə ki. Amma ağlınızda həmişə yeni bir şey görəcəkmişəm ki, hissiyatı ilə gedin də. Onsuz da elə olacaq, yəni sizin bütün əsəbriniz sakitləşəcək, stressiniz azalacaq, fərqli şeylər görəcəksiniz, fərqli insanlarla qarşılaşacaqsınız. Yəni çox yaxşı bir şeydir gəzmək. İnsana yəni bu həyatda gəzmək qalacaq valla. Həqiqətən adama gəzmək qalır sözü var, o yaxşı sözdür. Və nə? Çayımız da gəlsin. Birazdan çayımızı içəcəyik. Çayımız da gəldi, bax gördünüz. Qəşəng maraqlı bir çaydır. Qara çay, içində də giləmərzə falan var. Qarışıq otlar var. Sadə çay verilir burada parkda. Parkın ortasında oturub içə bilirsiniz. 5 manatda qiyməti var. Samovar çayı da özdə qəşəng daddır. Maraqlıdır. Yanında əlbəttə ki, Lənkəran limonu olmalıdır. Mikrofonu da belə yapışdırıram sinəmə. Qəşəng rahat. Həm danışıram, həm videonu çəkirəm. Həm çayımı içirəm. Həqiqətən bu Osmo Pocket kamerası adamın bütün işini asanlaşdırır da. Sənin də dadına baxım, görüm necədir. İnan, heç bayaq dadına baxmamışdım, təriflədim. Həqiqətən super çaydır. Giləmərzəli çay bizim tərəfdə də içilir. Çox dadlı olur, çox ləzzətli olur da yəni.
isti olsun, yəni qaynar xoşlayıram. Düzdür, hava da biraz günəş yoxdur, amma ki bürküdür də, yəni tərləyir adam həqiqətən. Mən də biraz gəzdim, tərlədim. Deməli belə, çayımı içdim. Sumqayıtın bir əsas yeri daha qaldı. Oranı da sizə göstərmək istəyirəm. Özüm də görmək istəyirəm daha doğrusu. Bulvarı gəzdik. Baxın, parkdır. Bu parkda oturmuşdum, çay içirdim arkada. Bulvarı gəzdik, göyərçin heykəlini gördük. Bayraq meydanını da biz gördük bayaqlar əslində. Dirəyi gördük, bayraq asılı deyildi nədənsə. Yəni oranı göstərdim əslində. İndi isə dram teatrı var, Sumqayıt Dram Teatrı. Ora gedirik, oranı da göstərəm. Bir də Sumqayıtın əsas məsələlərindən biri. Sumqayıtı Sumqayıt edən əsas məsələlərdən biri. İndi onu göstərəcəm. Səkilərin genişliyini sizə göstərmək istəyirəm. Gördüyünüz kimi səki parkla birləşib. Xeyli də genişdir. Rahat burada gəzmək olur. Maşınların yolları genişdir, gördüyünüz kimi. Sıx ağaclar var. Təmiz oksigen verir. Parkda dincəlmək rahatlaşır daha çox. Yəni sadəcə beton yığınından ibarət deyil. Gördüyünüz kimi ağaclar falan çoxdur. İçərisində kafelər də var, oturub qəşəng çay da içmək olur. Yəni bunun da səbəbi odur, Sovet hakimiyyəti vaxtı müasir şəhərsalma planına əsasən Sumqayıt inşa olunub. Köhnə Sovet ölkələrinin hamısında belədir. Yəni Bakının özündə də var. Düzdür, son zamanlar çox sıx məskən salındığı üçün, yaşayış olduğu üçün, yeni binalar tikildiyi üçün yollar dardır. Darlaşıb da, yəni təzə obyektlər, təzə binalar tikilib. Amma Bakıda da bu var. Yəni köhnə Sovet ölkələrində, Özbəkistanda da belədir. YouTube-da falan izləyirəm, görürəm. Köhnə bütün Sovet ölkələrində belə, Rusiyanın özündə də belədir, yəni. Nəysə, dediyim kimi indi dram teatra gedirəm. Oranı da görüm. Sonda da bir dənə sürpriz olacaq, alınsa. O sürprizi də eləyim. Sumqayıt gəzisi sonlanacaq. Axşam vaxtı gələ bilirsinizsə, özünüz elə gəlin. Maşınınız varsa, yəni. Ya da elə, belə də taksi ilə də gəlmək olar. Onsa Bakıdan belə çox da yazmır. Boltda falan bura gəlmək olur rahat. Yəni məsafəsi də yaxındır onsuz da buranın. Düzdür, qiymət biraz baha olacaq, yəni yaxındır. Boltda falan da gəlmək olur. Axşamüstü gəlin yay aylarında. Çox sərin, ləzzətli olur. Yəni gündüz vaxtı bura inanılmaz isti olar əlbəttə ki. Yəni yaxşı ki elədi. Mən əslində səhər gəlməyi planlaşdırmışdım. Saat 10-da falan. Səhər. Yəni düşəcəkdim günorta vaxtına. Pik isti olan vaxtda çox pis olacaqdı mənim üçün. Amma yaxşı ki elə axşam gəlmişəm. Qayıtmaq məsələsi var. Qaydanda da yəni rahat bəlkə böyük ehtimal qayıdaram, heç problem olmaz. Maksimum dediyim kimi taksi vuraram yəni. Yaxın məsafədə oluram bura. Maraqlıdır. Bayaq bu hissəyə qədər gəlmişdim, buradan qayıtdım. Görmüşsünüz. Konuma da baxıram. Konumla gedirəm, tanımadığım üçün. Google Maps-dən Azərbaycanda da çox rahat şəkildə istifadə edə bilərsiniz. Yəni, ay deməyin, səhv göstərir, ya şeylik. Bir-iki dəfə sınayandan sonra rahat formada Google Maps-i istifadə eləmək olur. Bakıda hətta çox rahat, çox gözəl istəyir. Məsələn, avtobusla bir yerdən bir yerə gedəndə seçirsən məsələn marşrutları və orada konumu yazırsan, marşruta girib baxırsan bütün avtobus nömrələrini, hansı avtobus hara gedir, hansı küçədə dayanacaq, hansı dayanacaqda dayanacaq, hansı dayanacaqda sən dayanmalısan, düşməlisən. Hamısını valla göstərir yəni. Hətta metroyu göstərir. Məsələn, metro filan stansiyadan filan stansiyaya get, o düş orada. Sonra təzədən bu avtobusa min, bu küçədə düş. Yəni bir-bir göstərir hansı dayanacaqlarda dayananda
hansı küçədə olduğu, hamısını Google Maps göstərir. Yəni rahat formada istifadə edə bilərsiniz. Mən çox yerdə də sınamışam, Lənkəranda da sınamışam, indi Sumqayıtda da sınıram. Yəni çox yerə açığı Google Maps-lə gedirəm yəni. Yəni kimdən soruşmağa da ehtiyac yoxdur. Soruşa bilərsiniz əlbəttə, yəni belə spesifik yerləri. Dram teatrdır da Sumqayıtın əsas obyektlərindən biridir. Onu da yəni Google Maps bilsin. Burada maraqlı yerdir. Dedim elə yolu keçəndə sizə çəkib göstərim. Bəlkə elə orada birinci gedim. Baxım ora. Rəsm qalereyasını göstərir orada. Burada meydanın yanındadır. Mən əslində o tərəfə getməliyəm. Bura maraqlı gəldi. Buranı da çəkib göstər. Sıxmış elə ki. Həddindən çox ağac var yəni parkda. Maraqlı yerdir burada. Nəysə, əvvəlcə gedim, hava qaralmamış dram teatrını görüm. Ya Sumqayıt həqiqətən gözlədiyimdən də üstün oldu da. Bu dərəcə gözləmirdim. Tez-tez yerinə yolu keçim. Yəni çox təmiz, çox səliqəli şəhərdir. Səməd Vurğun küçəsi gördüm, 28 may yadıma düşdü. Onsuz Bakı vibe'ı da var, burada elə 28 vibe'ı da var. Oxşayıraq, çünki ağla ilə örülüb divarlar, zadlar, binalar. Maraqlı gəlir adama. Elə bilsən Bakıda sayın. Amma səkilər falan görürsünüz çox genişdir. Heç 28-də mən yadıma düşmür belə geniş səkinin olmağı. Orada da var. Görürsünüz nə qədər genişdir yolun ortasında. Yol da genişdir. 2 palasadır hatta yəni. Düzdür, park ediblər burada. Amma 2 palasadır demək olar ki. Bayaqdan bu mikrofonu işlədirəm. Mikrofonu. Heç söndürmürəm də. Kameranı söndürürəm. Kameranın şarjı hal-hazırda 57%-dir. 100%-lə çıxmışdım. 100 yox, 90%-lə belə çıxmışdım. Yəni xeyləm çəkiliş də eləmişəm. Mikrofonu da bayaqdan istifadə edirəm. Yəni mikrofon 80%-dədir hələ də. Yəni bir də söndürmürəm mən. Kameranı dediyim kimi söndürəndə bunu heç söndürmürəm. Yəni, açıram ki, birbaşa qoşulsun və çox sürətli qoşulur kamera. Birbaşa qoşulsun. Açıq saxlayıram da. Yəni bir də buradan yandırım. Kameranı açandan sonra o şey vaxt geçsin zat birbaşa olsun deyə şey eləyirəm. Yəni söndürmürəm mikrofonu. 80%-dədir mikrofon. Yəni mikrofonun şarjı demək olar ki, bitmir də, yəni o dərəcə. Bir günü sən bundan rahat yola verə bilərsən. Məncə yəni 80%-ə düşübsə bu qədər vaxt ərzində heç 2 günü yola vermək olar rahat. Sıxsan 3 günü yola vermək olar rahat yəni mikrofonla. Yavaş-yavaş çatıram. Burada da bir meydan var. Bu da bayraq meydanı ola bilərdi. Yəni çox küləklidir mi deyə, nədirsə bayraq yoxdur. Burada da geniş park var. Yəni görürsünüz bayraq meydanının ətrafı geniş park ərazisidir. Məqsədim sadəcə dram teatrı və onun ətrafını görməkdir. Ora gedənə qədər də biraz danışmaq istəyirəm. Söhbət edeyim. Bu mənzərə həqiqətən superdir axı. Dram teatrı, Sumqayıt Dövlət Dram Teatrı həqiqətən görülməli yerdir Sumqayıtda. Sumqayıta gələn mütləq buranı görsün. Ha, bələdiyyə parkı, bu da görülməli yerdir. Deyirəm, elə sıx meşələr var, park var burada. Həqiqətən möhtəşəmdir. Çox qəşəng memarlığı var. Akademik dram teatrı var Bakıda, qış parkında.
Ona da oxşuyur. Ümumiyyətlə dram teatrları bu üslubda, bu memarlıqda inşa edilir və əzəmətli görsənir yəni. Sumqayıtın da bu təmizliyinə, bu yolun genişliyinə yaraşır həqiqətən bu dram teatrı. Tam qarşısında da elə Sumqayıt İcra Hakimiyyətinin binası var. İcra Hakimiyyətinin binası da çox maraqlıdır. Yəni halal olsun həqiqətən Sumqayıt şəhərinə ki, yəni idarəçiliyinə ki, bax görürsünüz, binanın üstündə də məsələn yaşıllaşdırma var. Yəni yaşıllığa, yaşıllaşdırmaya çox önəm veriblər. O sənaye anlayışı, sənaye şəhəridir, coğrafiyada da bizə öyrədilib. Həmişə ağlımıza gəlib ki, bura pis vəziyyətdə olar da bu şəhər, yəni zavodlar olar, havası kirli olar. İnanın ki, 1 qram buranın havasında çirk deyilən, toz deyilən, duman deyilən bir şey yoxdur. İnanın ki, yəni bütün başqa şəhərlərdən daha təmizdir buranın havası. Həm dənizə yaxın olduğu üçün, həm belə təmiz, səliqəli baxıldığı üçün. Yerdə zibilzat nədir? Elə bir şey ola bilməz də yəni. Yoxdur, mümkün deyil. Yəni sadəcə bu icra hakimiyyətinin qabağında, dram teatrının qabağında olduğum üçün demirəm. Hər yerində belədir. Belə də bir selfie eləyim. Dram teatrın yanında. Çox gözəldir, həqiqətən Sumqayıt. Çox təmiz, səliqəlidir. Bəli, bu da dram teatrı Sumqayıtın. Yəni görülməsi gerəkən yerlərdən biridir. Mütləq buranı görmək lazımdır. Yaxınlaşım ətrafını da gəzin, bələdiyyə parkını da görək. Yəni Google-da araşdırsaz, Sumqayıtın görülməli yerlərində mütləq bu yer dram teatrı sizin qarşınıza çıxacaq yəni. Buranın bir şəklini də çəkim Instagramda paylaşmaq üçün. Dediyim kimi möhtəşəm də yəni Sumqayıt həqiqətən. Şəkil də çəkdim dram teatrının qarşısında. Çox gözəl yerdir. Yəni Sumqayıtda həqiqətən dincəlmək olar. Gəlib buranı gəzmək olar. Bayaq nədən danışırdım? Sumqayıta bir də gələrsinizmi? Gəlmək olar. Amma ki, dediyim kimi, spesifik bir şey üçün. Məsələn, uşaqları götürürsən, gəlirsən burada parkda minlərlə oyun növü var. Yəni hər şey var. Yüzlərlə var idi yəni burada. Minlərlə deməyim, yüzlərlə var idi orada oyun. Başdan sona oyun yeridir. Park da var. Qəşəng oturursan. İstirahat edirsən. Yəni valideynləri nəzərdə tuturan, böyükləri nəzərdə tuturan. Qəşəng oturursan, istirahat edirsən. Uşaqlar da özləri üçün oynayırlar. Qiymətlər də baha deyil. Yəni dəyər bura gəlmək. Bir də o bayaqki parkın ortası ilə gəzmək istəyirəm. Bayaq yolun solu ilə gedirdim. İndi tam yolların ortasındakı parkla gəzmək istəyirəm. Dediyim kimi, baxın. Yəni bu qədər meşələrin, meşə deyirəm, ağacların bir-birinə yaxın olduğu mən şəhər xatırlamıram. Yəni parkın ərazisində bu qədər ağacın əkildiyi. Həqiqətən çox təmiz, səliqəli şəhərmiş Sumqayıt. Deyilirdi, yəni mən bu dərəcə gözləmirdim. Yəni insanlarına da halal olsun ki, bu qədər təbrik edirəm, bu qədər təmiz saxlayırlar, bu qədər səliqəli saxlayırlar. Əhsən düşür yəni, vallahi. Üzümü də arada çəkeyim. Sizə göstərim. Kameranda, yəni burada aktiv track özəlliyi var. Öz üzümə 2 dəfə tıklayıram, baxın. Sabit dayanmışam da. Kamera özü hərəkət edir. Yəni sadəcə üzümə 2 dəfə tıklayıram. Əlimdə necə istəyirəm elə rahat tuturam da. Aşağıdan tuturam. Əlimi havaya qaldırmağa ehtiyac yoxdur yəni. Meydanı da sizə göstəreyim.
Burada balıqçılıq da Sumqayıtda məşhurdur. Əvvəl dediyim kimi, yəni sənaye şəhəri qurulmamışdan öncə Sumqayıt balıqçılıq kəndi kimi bir yer olub da, yəni burada balıqçılar olub, balıqçı kəndləri olub. Onunla da önəmlidir. Bu da yəqin ki, onunla bağlı bir heykəldir. Çünki aşağısı o dənizdə atırlar suya, gəmini saxlamaq üçün. Ona oxşur. Yəqin onu simvol eləmək üçün belə heykəl düzəldiblər. Təkrar bulvara qayıdıram. Çünki mənim yolum orada daha yaxındır. Həm də orada bir restoran var idi, onu görmüşdüm, tövsiyə eləmişdilər. Ki orada gedim olum orada. Düzdür, bizim indi mətbəxlə əlaqəsi yoxdur. Görəcəksiniz birazdan. Amma yenə istəyirəm gedim. O terasını görüm. Onu da göstərmək istəyirəm. Bax görürsünüz burada inşaat yeridirmi, nəsə edirlər, söküntü işləri aparılır. Yəqin ki bina tikiləcək. Yolun kənarındadır da, parkın da qırağındadır. Baxın nə qədər səliqəli ətrafı şey ediblər. Hörüblər ki, insanların nə burada görəsən, nə toz gəlsin üstünə. Düzdür, ara yerlər var belə, o heç. O bayaqdan da yeriyirəm də burada. Hələ üstə də qoyublar ki, birdən bir daş sıçrayar, bir şey olar, insanın başına gələr. Görürsünüz də üstə. Ya valla təmiz səliqəlidir. İnanın ki, Azərbaycanın şəhər və rayonlarının 80%-dən çox gözəl gördüm mən buranı. Və təkrar qayıtdım əsas ünvana, Göyərçin heykəlinin yanına. Dedim, bir dəfə də gəlim buranı gəzim. İnsanları görürsünüz də nə qədər insan toplanıb. Bayaqları yəni bu qədər insan yox idi. Dayanmadan görəm ki, hərəkət var. Burası, bu tərəfə doğru insanlar gedir aşağıya doğru. Yəni normaldır axşam istirahəti üçün. İnsanlar gəlirlər bulvarda, parkda istirahət eləməyə, uşaqlardır. Çox uşaq var. Həqiqətən. Gəlirlər bura uşaqları ilə istirahət eləməyə. Normaldır yəni. Həqiqətən o sistemi qurub Sumqayıt. Təkrar göstərim özümü. Elə burada. Axşam da belə bulvara gedən mənzərəni göstərmək istəyirəm. Yəni bu restoran da bulvarın tam girişindədir, Göyərçin heykəlinin arxasında. Çox sağ olun. Məşhur restorandır. Yəni birazdan mənzərəsini falan da göstərəcəm. Çox insan var hal-hazırda burada. Ona görə çəkib göstərə bilmirəm. Belə çəkim göstərim indi. İşte terası, mənzərəni göstərim. İçəridə bu arada canlı musiqi də var zalında. Burada uşaqlar var, yaxınlaşırlar mənə, YouTube kanalımı satmı soruşurlar. Əməli başlı burada şey olmuşam da məşhur olmuşam. Cillər abunə oldular kanalıma. İzləyirlərsə buradan salamlayıram. Yeməyimi də yedim. İndi düşdüm aşağıya. Bir də Sumqayıtın gecə variantını çəkim, gecə görüntüsünü çəkim. Maşınlar da elə buradan keçir, yoldur. O restoranda yemək yedim. Yeməklər həqiqətən qəşəng idi, dadlı idi. McDonald's-un üstündə deyil. Sumqayıtda. Qəşəng də terası var. Xidmət də əla, hər şey bəyəndik, super. Gedək görək yəni baxaq nə var, nə yox. Bulvarda. Həm də bu kameranın da gecə çəkilişini yoxlayıram. Baxaq görək gecə həyatı necədir elə Sumqayıtda. Mən də yavaş-yavaş artıq evə doğru gedim. Özümü də göstərim. Gecə Sumqayıtda.
Qəşəngdir, ləzzət elədi. Yəni bir günümü Sumqayıtda keçirdim. Gəzdim, maraqlı oldu mənim üçün. Həqiqətən Sumqayıta dəyər gəlməyə. Gələrəm əgər dostlarla planlaşdırsaq nəsə belə bir şey gəzməyə falan. Gələrəm, bu videoda göstərdim. Hələ çox yeri var, əlbəttə Sumqayıtın gəzib gedilməli olan yerləri. Məsələn, Corat var, Corat qəsəbəsinə mütləq gedilməlidir, Corat qutabı yeyilməlidir. Düzdür, mən yemişəm əslində, Novxanı tərəfdə dəniz kənarında olmuşam, Corat qutabını yemişəm. Bir məkan var idi, adı yadımda deyil, deyərdim. Yəni, oradakı məkanlar elə məsləhətlidir. Orada Corat qutabını yemişəm. Hə, Corat qutabı da yəni yemədən Sumqayıtdan qayıtmaq düzgün deyil. Mən yediyim üçün əvvəllər əslində planlaşdırmışdım Corata getməyi, indi çatdıra bilmədim, axşam vaxtı getmək istəmirdim. Sumqayıt həqiqətən mənim üçün maraqlı oldu yəni. Instagramda da bir-iki video paylaşdım. Bir video paylaşdım daha doğrusu. Düzdür, bu kadar detaylı video değil. Ama ki altına açıqlamalar yazdım da öz gəzdiyim yerləri qeyd elədim altına. Yəni kimlər Sumqayıta getmək istəyirsə bir bələdçi olsun da onlar üçün. Belə bu video daha çox məncə kömək eləyər Sumqayıta gəlib gəzmək istəyənlərə. Dediyim kimi getəcəyiniz ünvanları da Google xəritələrdən qeyd eləsəz hamısına gedə bilərsiniz. Bu arada ekrandan görürəm bu kameranın gecə çəkilişi yəni pis deyil. Bulvarı da görürsünüz də, bayaqları heç kim yox idi burada gün orta vaxtı. Axşam vaxtı doludur. Bulvarın da uzunluğu 4 kilometrmiş. Yəni çox uzun bir bulvardır. Bilmirəm, Bakıdakı bulvarın sonradan uzadıldı. Əslində birinci deyəsən bu ən uzun bulvar imiş. Bakıdakı bulvar, Park bulvardan sonra deyəsən ən uzun elə Bakıdadır bulvar. Amma burada çox uzun bulvardır. Yəni 4 kilometr məsafədə. Aha, dənizin kənarında atlı var. Bilməm, görürsünüz. Atla da gecə gəzintisi eləmək dənizin qırağında maraqlıdır. Gecə vaxtı maşallah burada çox insan var. Hər kəs axşam işdən sonra uşaqlarını, ailəsini, tanışlarını götürür. Gəlir bulvara, gəzir, istirahət edir. Saat hal-hazırda neçədir? Göstərim sizə. 20-27. Sumqayıt onsuz da musiqi demişkən sənətkarlığın beşiği sayılır. Burada çünki çox
musiqiçilər var. Müğənnilər, musiqiçilər, söz yazarları, meyxanaçılar. Ondan sonra rəssamlar olsun, heykəltaraşlar olsun Sumqayıtda. Yəni belə sənətə də çox önəm verilir. Sənətə də çox töhfəsi olan bir yerdir. Bir bina var idi burada. İçərisində rəsmlər çəkilmişdi binanın blokunda. Çox maraqlı idi. Oranı soruşdum bir neçə nəfərdən, tapa bilmədim. Yəni bilmirəm, bir daha gəlsəm oranı da çəkib göstərərəm. Belə dostlar, videonu bəyənməyi, şərh yazmağı, dostlarınızla paylaşmağı və ən əsası da dəstək olmaq üçün kanala abunə olmağı xahiş edirəm, unutmayın. Sonda da belə bir yeri göstərim sizə. Elə sənətkarlıqdan, sənətdən danışmışam. Muğam mərkəzini göstərmək istəyirəm. Tam yaxşı oldu, qarşısına çıxdıq. Bu çox gözəl binadır. Buranı da əlavə eləmək lazımdır, görmək. Burada elə bayraq meydanının yanındadır. Bulvarın tam ortasında deyə bilərəm də, yəni bura. Qəşəng yerdir burada. Hə, yoldaşlar. Belə, qarşısında da bayraq muzeyi varmış, onu da göstəreyim. Videonu nəyisə bağlaya bilmirəm. Yəni, maraqlı yerlər çıxır qabağım elə. Videonu bəyəndinizsə, kanala abunə olmağı unutmayın. Bəyənməyi, dostlarla paylaşmağı unutmayın. Daha çox belə videonun gəlməsini istəyirsinizsə, xahiş edirəm dəstək olmaq üçün kanala abunə olun. Aşağıda abunə ol düyməsi var. Belə, Sumqayıt vloqum da bu qədər. Bütün Sumqayıtları da buradan salamlayıram. Çox gözəl, çox təmiz yerdir. Son təsiratlarımı desəm, yəni çox maraqlı, gözəl yerdir Sumqayıt, həqiqətən. Mənə ləzzət elədi. Fərah, belə sakit dincəldim. Onsuz da istirahət adamıyam. Yəni gəlmişəm bura istirahət eləməyə. Ləzzət elədi yəni Sumqayıt, həqiqətən. Çox təmiz yerdir, səliqəli yerdir. Sıx ağaclar var, əkilib bütün bulvarda, şəhərin ortasında. Yəni sənaye şəhəri olmağı, sənayeçiliklə bağlı bir şey olmağı burada, yəni elə bir şey hiss eləmədim də, yəni burada. Heç indi inanmıram, heç zavodlar da bəlkə qalmayıb. Yəni Sumqayıt artıq bambaşqa bir yer olub. Bambaşqa bir səviyyədə olub. Bu yolda göstərim sizə, maraqlı bir yol. Gecəniz xeyrə qalsın. Gələn vloqda görüşənə qədər.